Hicrətin 60-cı ilinin Rəcəb ayının 28-də İmam Hüseyin əleyhissalam 21 nəfərdən ibarət bir dəstə ilə Məkkəyə doğru yola düşdü. Şaban ayının 3-ü Məkkəyə çatan İmam Hüseyin əleyhissalam burada qaldığı müddətdə müəyyən işlər gördü. O, Yezid İbni Muaviyyəyə qarşı qiyam etmək üçün Bəsrə və Küfə cəmaatının tanınmış nümayəndələrinə məktub yazaraq onlardan dəstək istədi. Bəsrədə Yezid İbni Məsud Bəni Təmim qəbiləsinə İmam əleyhissalamın məktubunu oxuyub onları razı saldı. İnsanların imamın təklifini qəbul etmələri barədə ona cavab məktubu yazdı. Lakin Yezid İbni Məsudun imama kömək cəhdi onun şəhadətindən dolayı uğursuz olmuşdu. İmam Məkkədə olarkən bir neçə şəxslə görüşdü. Onlardan biri də Abdullah İbni Zübeyr idi. İmam Hüseyin əleyhissalam ona Küfəyə gedərək qiyam edəcəyini bildirdi. Küfəlilər imama çoxlu məktub yazaraq onu israrla Küfəyə dəvət edirdilər. İmam onlara cavab məktubu yazdı və Müslim İbni Əqili nümayəndəsi olaraq Küfəyə göndərdi. Hicrətin 60-cı ili 5 Şəvval Küfə şəhəri. Çətinliklə Küfəyə çatan Müslim İbni Əqil bir neçə gün Muxtar Səqəfinin evində qaldıqdan sonra İmam Hüseyin əleyhissalamın cavab məktubunu Küfəlilərə oxudu. Küfəlilərdən beyət alan Müslim İbni Əqil imama bunu bildirərək onu səbirsizliklə Küfədə gözlədiklərini yazdı. Lakin Küfə valisi təyin edilmiş Übeydullah İbni Ziyadın yalancı təhdidlərindən qorxan Küfəlilər öz aralarında danışıqlar apararaq Müslimi tənha qoydular. Bu sırada Küfəyə getmək üçün hazırlaşan İmam Hüseyin əleyhissalam Məkkəlilərə son xütbəsini oxuduqdan sonra Zilhəccə ayının 8-i Məkkə şəhərini tərk etdi. Küfəlilərin xəyanəti ilə üzləşən Müslim İbni Əqil isə İbni Ziyad tərəfindən ələ keçirildi və Ərəfə günü Zilhəccə ayının 9-u amansızlıqla qətlə yetirildi. Müslimin ardından İbni Ziyad, Hani İbni Ürvə, Meysəm Təmmar kimi şəxsiyyətlərə də rəhm etməyərək onları edam etdirdi.